Bir diğer anlayış ise İslam'da Hazreti Mehdi'nin huzur etmesiyle alakalıdır. Bazıları hal-hazırda yaşayan peygamberlerin hatta olduğu iddiasındadırlar. Bazıları İsa peygamberin bu dünyaya huzur eləyəcəyini, yani göydən inəcəyini, bazı yerlərdə onun üçün qarşılamaqdan ötürü məscidlər tikib onun inəcəyi iddiasındadırlar. Həm Hristiyan və Yahudi anlayışlarında antihrist onlar gözləyirlər. Güya o gələcək, o hər bir şeyi ədalətlə hər şeyi həll eləyəcək. Yevreylər də belə gözləyirlər ki, gəlib həmin təpəgöz, alnının ortasında bir dənə göz olan hansısa bir belə bir varlıq, canlı gələcək və dünyanın sonu gələcək. Belə anlayışlardadırlar. Hamısı yalandır, hamısı Qur'ana ziddir, hamısı İslamla, dinlə, Allahın dini ilə heç bir əlaqəsi olmayan uydurma nağıllardır. Son peyğəmbər Həzrəti Muhammeddir və ondan sonra heç bir peyğəmbər, nə Mehdi, nə Təpəgöz, nə Antihrist, nə İsa, nə Musa, heç kim gəlməyəcək və qiyamət anidən bir göz qırpımında heç kəsin bilmədiyi bir vaxtda olacaq. Bəzilər deyəcəklər axşam namazında, bəzilər deyəcəklər belə bir vaxtda. Bunların hamısı nağıllardır. Allah Teala qiyamətin qopması qeyb ilə əlaqələndirir. Qeyb bizim bilmədiyimiz, Allah Teala'nın bildiyi məsələlərdir. Bunun üçün ağlınız yenə qarışacaq. Bugünə qədər biz Mehdini gözləyirdik. Bugün gəlməyəcək anlayışında olacaq bəzi insanlar. Əfsuslar olsun ki, bunlar bizə danışılan nağıllar idi və nə Mehdi, nə İsa, nə Musa heç biri gəlməyəcək. Heç biri huzur eləməyəcək. Kim hansı məscidlərdə açıb İsa peyğəmbərin inişi gözləyirsə, onlar onu gözləməsinlər. 1000 illər keçsə də o gəlməyəcək, milyon illər keçsə də gəlməyəcək. Çünki İsa peyğəmbər ölüb. Allahın qatında yaşayan vəziyyətdə bədəni ilə yoxdur. O ölüb. O hər bir insan kimi o da ölür. Məhəmməd peyğəmbərin dünyasını dəyişdiyi kimi o da dünyasını dəyişib. Bunun üçün Mehdilik anlayışı doğru anlayış deyildir. Mehdi ədaləti bərqərar eləyən insan kimi də deyə bilərik. O da Məhəmməd peyğəmbər idi. O da ədaləti bərqərar elədi. İnsanların bir çoxu ona inanmaq istəmədi və onun bizə buraxdığı əmanəti, Allahın kəlamı, Qur'anı bugünkü dövrdə müsəlmanlar nə eləyirlər? Ona hörmətlə yanaşırlar, ancaq onu araşdırıb, oxuyub, anlamağa çalışmırlar. Mehdiyə edəcəyiniz hörmət, əfsuslar olsun, belədir. Əgər Mehdiyə həqiqətən inanırsınızsa, Məhəmməd əleyhissalamdır o, peyğəmbər, sonuncu nəbidir və əgər onun dediyinin dalınca getmək istəyirsinizsə, əgər Quran bizim həyat tərzimiz, kitabımızdır, o da bizə bunu tövsiyə edib, Allahın kəlamı olan Qur'anı anlayıb yaşayaq və biz bu zaman doğruları tapmış olarıq.